Bildiyiniz kimi yeni AI funksiyaları çıxandan sonra artıq demək olar ki, həm dizaynerlərə, həm fotoqraflara, həm də ki, bəzi sənət növlərinə əvvəl kimi ehtiyac qalmır. Gəlin onda yenisinə baxaq. Playgroundbfl.ai saytına daxil olduqdan sonra artıq demək olar ki, Photoshop ehtiyacımız sıfıra enəcək. Saytımıza daxil olduqdan sonra sol tərəfdən edit düyməsinə basırıq. Edit düyməsinə basdıqdan sonra isə burada drag and drop və yaxud da ki, yəni sürüşdür bırax və yaxud da ki, istədiyimiz bir şəkli seçə bilirik. Məsələn, tutaq ki, biz bir şəklimizi seçirik və bu şəklimizdə yazırıq ki, özdə Azərbaycanca yazmağa, özdə başqa dildə yazmağa ehtiyac yoxdur. Azərbaycanca yazmaq kifayətdir. Məsələn, üzərimdəki geyimi motosiklet geyimi ilə əvəzlə. Enter'i basırıq və sadəcə gözləyirik. Enter'i bastıq və gözlədik. Gördüyünüz kimi burada digər AI proqramlarına fərqi odur ki, demək olar ki, bir dənə nümunədə bizə oxşamır, amma digər nümunələrin hamısında kopya bizik. Yəni ki, bir sözlə artıq tam şəkildə, rahat şəkildə biz öz geyimlərimizi dəyişdirə biləcəyik. Bəzi tutarsızlıqlar ola bilər təbii ki, hələ ki təkmilləşmə bir sözlə aşamasında. Məsələn, burada gördüyünüz kimi kopya mənəm. Hələlik ki, bir sözlə pulsuzdur, ona görə siz bundan yararlana bilərsiniz. Məsələn, tutaq ki, bu şəkli seçirəm. Bu şəkli seçəndən sonra yazıram ki, arxa planımda böyük bir partlayış effekti olsun. Sanki müharibə ərazisindəyəm. Özüm də ərazisindəyəm. Bir belə yazaq. Yəni bir sözlə artıq uzun-uzadı applicationlara ehtiyac yoxdur, çətin toolslardan istifadə etməyə ehtiyac yoxdur. Rahat şəkildə dərdinizi, fikrinizi yazırsınız və sadəcə yazmağı bilmək lazımdır. Təbii ki, prompt istifadə etsək daha təkmilləşmiş olar. Sadəcə mən bunu yoxlayıram ki, görüm Azərbaycanca promptları rahat şəkildə başa düşürmü? Gördüyünüz kimi yazırıq və bizi üçün çox qısa zamanda artıq ən azından üzümün tutarlığı daha dəqiq olan, demək olar ki, əslində oxşuyur mənə. Bu da ola bilər məsələn. Tutaq ki, oxşuyurmu? Üzümdə biraz Caucasianlıq eləyib. Amma bu həqiqətən də oxşuyur. İndi müharibə ərazisi olduğuna görə üzümü də biraz o müharibə atmosferinə yansıdıb. Həqiqətən də gördüyünüz kimi möhtəşəm şəkildə, heç elə bil ki, realdır da, yəni belə şey olmamışdı heç vaxt. Və yaxud da ki, məsələn, əynimdəki paltarı, türkçə yazaq bəlkə. Üzerimdəki giysiyi Miami üzerimdəki paltarı yay havasına uyğun bir paltar elə. Yəni bunu normalda heç mən başa düşmürəm. Çünki Azərbaycan fontlarla da yazmıram. Yəni bunlarla da yazmıram. Elə basıram gedir. O məni başa düşürsə demək ki, hamını başa düşəcək deyə düşünürəm. Bu arada hələ ki pulsuzdur. Yəni ki, rahat şəkildə idarə edə bilərsiniz. Rahat şəkildə şəkillərinizi editləyə bilərsiniz. Arxa fondan filan şey sil, bəhman şey sil. Gördüyünüz kimi yay formasına saldı məni. Çox əladır. Gəlin indi başqa bir şəklimizi yoxlayaq. Burada generate olanları görə bilirik. Başqa nə edə bilərik məsələ? Tutaq ki, bu şəklimiz var. Eləyə biləcəyimiz bir şey. Məsələn, arxadakı dağı sil, onun əvəzinə böyük bir və yerləşdir. Bunun məni başa düşməsi də həqiqətən də çox maraqlıdır mənim üçün də. Yəni ki, çox belə deyim, həm sürətlidir, çox operativ işləyir, həm də ki, çox yaxşıdır deyə bilərəm. Görə başa düşəcəkmi? Oha! Bu çox qəşəngdir. Burada nə etdiyini bilmirəm, amma bunlar çox qəşəngdir. Baxın. Yəni bu şəkili götür paylaş da. Kim nə biləcək ki, sən hardasan, kim harda deyilsən. Yəni kopya olduğuna görə həqiqətən də çox möhtəşəmdir. Burada amma əslində bu da maraqlı ideyadır, amma yəni mənim istədiyim şey bu deyildi təbii ki. Amma bu da bax, bu da superdir. Gördüyünüz kimi eyni mənəm, eyni yerdəyəm və artıq editləməyə ehtiyac yoxdur. Görək bunu eləyə biləcəyəm. Məsələn, bunu məncə eləyə bilməyəcəm, amma yoxlamaq olar. Üzərində oturduğum motosikleti super sport bir motosikletə çevir. Qırmızı olsun.
Tutaq ki, bunu da eləsə daha həqiqi sözüm yoxdur. Yəni bunu da eləsə siz mən şok neynəmək ki? Və bu arada çox sürətlidir həqiqətən. Yəni Photoshopda bunu eləmək üçün mən bəlkə də 1 saat vaxt itirməliyəm, çünki əgər realist görünməsini istəyirəmsə, yəni elə bilə Həsən Soxdu dəyirmanı eləmək olar, amma realist görünmək istəyirsənsə mütləq şeydir. Görək olacaqmı? Super. Düzdür, mən orada yatmışdım, amma mənim videomu kopyaladı, eyni paltar falan və sair və ilaxır ayaqqabıma kimi kopyalayıb, dizliklərimə kimi kopyalayıb. Bəzi təbii ki, nüanslar var. Daha düzgün promptu yazsaydım bəlkə daha rahat ola bilərdi, amma gördüyünüz kimi heç nə, adi bir sözlə mən bunun Ducati'nin üzərindəyəm artıq. Çox möhtəşəm şəkildə. Bu arada həqiqətən də çox möhtəşəmdir. Belə süni intellekt vasitələrindən istifadə edərək həyatımızı daha da rahatlaşdıra bilərik. Təbii ki, süni intellekt bəzi sənətləri yoxa çıxarmayacaq. Sadəcə daha peşəkar insanlar işləməyə məcbur olacaq. Yəni ki, belə deyim, bir növ təbii bir seçilim yaradacaq. Ona görə mütləq işinizin peşəkarı olmağı həmişə üstün tutun. İşinizi öyrənin, peşənizi sevin, sevdirin. Sağ olun, salamat qalın. Növbəti videonun gəlməsi üçün videonu bəyənib paylaşmağı unutmayın.